Səhnə, işıq və sənətin vəhdəti. Gəncə Dövlət Milli Dram Teatrı. Burada hər obraz bir tarix, hər tamaşa bir hekayədir. Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan mədəniyyətinin ən qədim və zəngin sənət ocaqlarından biridir. Bu teatr illərdir tamaşaçılara həm klassik, həm də müasir əsərləri yüksək peşəkarlıqla təqdim eləyir. Bundan əlavə, bir çox sənətkarların yetişdirildiyi, sənətin yaşadığı və yaşadıldığı önəmli məkandır. Bugün mən Gəncə Dövlət Milli Dram Teatrının gənc aktrisası Mayan Hüseynova, yarım əsrdən artıq bir sənət ocağında çalışan mənim sənət müəllimimlə sizi tanış eləyəcəm. Respublikanın əməkdar artisti Ramiz Vəliyev 1974-cü ildən Gəncə Dövlət Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bu gün də yaradıcılığını davam etdirir. Bugün biz Ramiz Vəliyevin sənət və sənətkar dünyasına gəzintiyə çıxmağı düşünürük. Budur, özü də gəldi. Salam. Salam, sabahınız xeyir. Sabahınız xeyir. Səhər nə olub, xeyir olub? Ramiz müəllim, siz həmişə dərsdə deyirdiniz ki, mənə sual verin. Bugün də bizim sizə bir çox suallarımız olacaq. Yaxşı. Buyurun gedək. Suallarınızı cavablandıraq. Buyurun. Ramiz müəllim, niyə aktyor olmaq qərarına gəldiniz? Onun tarixi çox böyükdür. Mən orta məktəbdə 70-ci illərdə oxudum. Elə də əlaçıda döyüldüm. Orta oxuyurdum da, 4-5 il oxudum. Yəni, yaxşı oxuyurdum, yaxşı. Və mənim ilk arzum hüquqşünas olmaq oldu. Mən hüquqşünas olma fikrindən tarixi ədəbiyyatı, o vaxtı hüquqşünas olmaq üçün bu fənləri daha yaxşı oxuyurdum. Önəm verirdim. Ancaq qardaşım Vəliyyət Vəliyev, rəhmətlik, teatrda aktyor işləyir. Özdə baş rollar oldu. O məni gətirirdi həmişə teatra. Həftədə ən azı 1-2 dəfə işləyir. Tamaşalara, axşam tamaşalara. Və teatrın təsəvvür elə bir epizod deyim, qaranlıqda oturubsan, səhnədə səhər açır. Bu vaxt mənim üçün bu qəribə bir möcüzə idi. Teatrın sehri idi. Mən indi deyirəm sehri idi. Amma o vaxt çox maraqlı gəlirdi. Tamaşalara baxırdım və belə-belə aktyor olmaq fikrinə düşdüm. Demək olar ki, teatrın sehri məni cəlb elədi. Bəs ilk səhnə təcrübənizi necə xatırlayırsınız? Biz o vaxt alimlər evi var idi, orada xalq teatrı. Rəhmətli Qurban Abbasov, Respublikanın əməkdar artisti, o xalq teatrının rəhbəri idi. Biz o məktəbli uşaqlar ora gedirdik, xalq teatrına, tamaşalar oynuyorduk və o vaxt bir ənənə var idi ki, xalq artistləri, rəhmətli Bürcəliyev, Vəliddin Abbasov gəlirdilər o dərnəklərdəki tamaşalara baxırdılar, oradan talantlı uşaqları dəvət edirdilər teatra. Və bizdə artıq teatrda gəlirdi, xırda epizodik rollar verir. Və mən 1974-cü ildən müqavilə əsasında, o vaxt müqavilə var idi. Biz məktəbli olduğumuz üçün bizi işə götürmək mümkün deyil. Amma müqavilə ilə biz tamaşalarda rollar verirdilər və az faizdə də maaş verirdilər. Bəs sizin ən çox xoşunuza gələn rol hansı olub? Bilirsiniz necədir? Yaradıcılıqda xoşuna gələn,
xoşuna gəlməyən söhbət yox. Aktyorsan, rejissor verir o obrazı sana və səndə görür o obrazı və sən də o obraz üzərində işləyib obrazı yaradırsan, yaşayırsan. Bəs sizə ən çətin gələn obraz hansı olub indiyə qədər? Cəfər Cabbarlının Oqtay Eloğlusu. Mən Oqtay Eloğlu oynamışam. Çünki o Cəfər Cabbarlının yazdığı dövr elə bir formasiyanın başqa formasiyaya keçdiyi bir dövr. Yəni psixoloji olaraq, mənəvi olaraq dəyişikliklər dövrü idi. 20-ci əsrin əvvəlləri, hardasa 100 il əvvəl. Və o dövrlərdəki insanların dünya görüşündə, psixologiyasında, düşüncəsində dəyişikliklər olur. O dövr insanlar üçün ən ağır dövr. Çünki öz yaşadıkları dünya ilə barışmırlar, qısa desək, yeni dünya yaratmaq istəyirlər və bu sahədə mübarizə aparırlar. Köhnə fikirli adamlarla, köhnə dünyanın adamları ilə mübarizə aparırlar. Özü də çox çətin olur o adamlar üçün. Köhnədən ayrılıb yeniliyə doğru. Bu baxımdan Oqtay Eloğlu çox dəyərli və çətin bir obraz idi. Biz onun öhdəsindən gəldik. Tamaşaçı reaksiyası bu sizin üçün nə qədər önəmlidir? Bilirsiniz, teatr canlı olduğu üçün tamaşaçı reaksiyası tamaşanın bir elementidir. Əgər tamaşaçı heç bir reaksiya vermirsə, deməli tamaşa alınmır. Reaksiyanın mənfi müsbəti yoxdur. Mütləq sən yaşayırsan səhnədə, o obrazı yaradırsan və biatoklar zala gedir, zalda tamaşaçı əyləşir. İstər alqış formasında, istər gülüş forması, hər hansı bir reaksiya verir, emosional. Və o tamaşanın alındığına bir daha sübutdur və aktyora ən vacib məsələlərdən biri səhnədə olurkən oynayırsan obraz. Onun oynadığı obraza tamaşaçıların reaksiyası. Əgər tamaşaçılar onu qəbul edir, reaksiya verirsə, deməli sən daha da həmin anda həvəsə gəlirsən, daha da ürəklə yaşayırsan obrazı. Oynadığınız tamaşalar haqqında danışa bilərsiniz? Oynadığım tamaşalar 200-ə yaxın tamaşadır. Bunların hamısını bir dəqiqə danışsaq, gərək bir həftə oturaq söhbət. İndi konkret hansı tamaşalara barədə desəz? Ən çox sevdiyiniz hər hansı bir tamaşa ola bilər, ən çox sevdiyiniz bir rol ola bilər. Ən çox, bilirsiniz, obrazda bir evlad kimi. Orada yoxdur ki, hansını az sevirsən, hansını çox sevirsən, hamısını sevirsən. Ona görə biz məcburuq bir həftə oturaq söhbət edelim. Hansı tamaşa tamaşaçılar tərəfindən daha çox sevilirdi? O 200 tamaşadan demək olar ki, əksəriyyəti tamaşaçılar tərəfindən sevilir. Ümumiyyətlə, teatrda belə bir şey var. Tamaşaçılar tərəfindən sevilməyən tamaşa repertuardan tez çıxır. Amma mən qeyd eləmək istəyirəm, Məhəbbətin Qənimi adlı bizim bir tamaşa var idi, Xəzəncə xanım yazdığı. Bir süjet xətti belədir ki, ali təhsilli injinerdir, mədəni oğlandır. Bunu pis yola çəkirlər, içkiyə qurşandırırlar və o məhv olur, belə deyək. Serroz Peçin və
dünyasını dəyişir. Mən tamaşanın təsirini onda gördüm ki, bizim bir qonşu var idi. O da elə gəlirdi, içirdi, dava salırdı evində, səs-küy, qonşu. Mən onu nə qədər eləyirdim, gəlmirdi teatra. Onun diskini axırda verdim ki, evdə bax. İmkanı da normal idi, yəni elə kasıladım. O diskə evdə baxmışdı bir neçə. Bir gün mənə yaxınlaşdı ki, mənim o nə idisə, benim tamaşamızda gəlib baxmısan diskə. Deyir ki, ondan sonra deyir, mən bu tamaşaya baxanda özümü gördüm. Ki, içki gəlir evdə dava o işini tərk etdi. Normal adam. Klassik yoxsa müasir tamaşalara üstünlük verirsiniz? Bilirsiniz, klassik ya müasir üstünlük o tamaşaya verilir ki, bu tamaşaçıya söz deyir. O tamaşaçıya ideya verir. O tamaşaçıya həyatda yaşamağa düz yol göstərir. O tamaşalar daha baxımlı olur, hərə özünü görür, öz problemini görür. O öz probleminin həllini görürsən. Mən həmişə deyirəm, teatr heç vaxt həkim deyil ki, insanları müalicə eləsin. Teatr cəmiyyətdə, psixologiyada gedən psixoloji degradasiyaları, əyintiləri belə yarı bölür cəmiyyətə, göstərir. Deyir ki, sənin bax, bu hissələrin psixoloji baxımdan xəstədir. Get özünü müalicə. Özünü orada görən, səhnədə görən tamaşaçı isə təbii ki, artıq o informasiyanı alır və öz səhvlərini başa düşür. İnsan da səhvini başa düşəndə onu düzəltməyə çalışır. O baxımdan teatrda əsas önəmli odur ki, teatrın, tamaşanın verdiyi ideya nədir, nə dərəcədə aktualdır. Məsələn, klassik əsərlərdə, niyə biz klassik əsərləri daha çox sevirik? Klassik, onlar dahi olur. Cəfər Cabbarlının Aydın əsəri pul üzərində var dövlətin məsum bir qadını necə pis yollara çəkdiyi və pulun hakim olduğu, varın dövlətin hakim olduğu bir cəmiyyətdə insanların necə mənəvi aşındığını görür. Baxmayaraq ki, klassikə. Bugün də problem var. Klassik əsərlərdə qoyulan problemlər bugün də var. Biraz formasını dəyişmiş, biraz məzmununu dəyişmiş, biraz belə, amma bugün də var o problem. Yəni, insanın elə mənəvi problemləri var ki, o 100 illəri, 1000 illəri aşır. Məsələn, Leyli və Məcnun məhəbbəti bugün də vacib. Əsl, təmənnasız, ülvi məhəbbət. Bu baxımdan tamaşaların uğurlu, tamaşaların baxımlı olması onun ideyasından, məzmunundan çox şey. Bəs bir tamaşaya hazırlaşmaq təxmini nə qədər vaxt aparır? Onun konkret bir vaxtı yoxdur, çünki biz deyirik yaradıcılıq. Yaradıcılıq deyəndə bu ümumi bir söz. Onun belə vaxtı yoxdur ki, o tamaşa hissə-hissə, səhnə-səhnə xırdalanır, zərgər dəqiqliyi. Elə bir təzdən yığılır, tamaşa formasında hazırlanır. Bunun da ya 3 ay ola bilər, 6 ay ola bilər, 12 ay ola bilər. Bu proses, yaradıcılıq prosesi.
yaradıcılıq işi necə gedir, ondan asılıdır. Ona görə də onun adi bir vaxtı yoxdur ki, bu 1 aya başa gəlir ya 3 aya başa gəlir. Çünki bu yaradıcılıqdır. Bu 3 aya da başa gələ bilər, bu gələ bilər 6 aya da başa gələ bilər. Yəni onun müddəti yoxdur. Uğurun sirri nədir? Uğurun sirri bir dənədir. O da gecə-gündüz sənə verilən obraz üzərində işləmək. Gecə-gündüz obraz üzərində işləmək heç də asan bir məsələ deyil. Və yaradıcılıqda belə bir deyim var ki, normaya sığmayan bir işdir bu. Yəni 2 saat gəldim, məşq elədim, getdim. Sabah da gəldim 2 saat məşq elədim, 3 saat məşq elədim, 4 saat məşq elədim. Getdim onunla oldu. Uğurun sirri ondadır ki, məşqdən sonra da avtobusuna gedəndə, evdə yemək yeyəndə, axşam yuxuya gedənə qədər və səhər tezdən duranda sən obraz barədə düşünsən, obrazı xırdalayırsan. Çünki bizim sənətimiz incə sənət. İncə sənət. Yəni zərgər necə çox xırda detallarla bir bəzəyi yaradır, obrazlara xırda detallarla cəmləyəndə obraz olur. Gərək o obrazda düzgün tapmaq üçün o detalları neynəməlisən? Analiz eləməlisən, beynində düşünməlisən, axtarmalısan. Niyə gəldi, niyə oturdu, niyə əsəbləşdi? Bu suallara cavab verməlisən. Daha canlı alınmaq üçün səhnə həyatı var obrazın və səhnəyə qədər həyatı var. Obrazın səhnəyə qədərki həyatını axtarıb tapmasan, səhnə həyatı süni alır. Və yaratdığın obraz çox süni təsir bağışlayır. Emosional təsiri az olar. Çox az olar və bəzən də heç olmaz. Ona görə də səhnəyə qədərki həyatı da tapmalısan və səhnə həyatını da tapmalısan. Bütün o xırdalıqlardan, o incəliklərdən cəmlənir, axırda bir obraz belə gəlir. Ramiz müəllim, bəs gənc aktyorlara nələr tövsiyə edərdiniz? Gənc aktyorlara bilirsiniz, biz dərs keçəndə də demişdim. Həmişə öz tələbələrimə deyirəm. Allah Taala insana bacarıq, qabiliyyət, talant verib. Amma biri həkim olur, biri kosmonavt olur. Başqa peşələri sahib olur. Birinci, bu sənəti sevmək lazım. Əgər sən bu sənəti sevərsənsə, təbii ki, onun yolunda çətinlikləri də dözərsən. Çətinliklər çox olur. Üzdən görünür ki, bu obrazı oynadı, uğurla oynadı, alqışlar qazandı və ilaxıra. Amma onun arxasında görünməyən hissələr, biz deyirik pərdə arxası, əzab əziyyətlər ki, yuxusuz gecələr var ki, gərək onu yaşayasan, yaratmaq üçün. Mən gənclərə deyərdim ki, birinci sənəti sevsinlər. Əgər sənəti sevmirlərsə, gəlməsinlər bu sənətə. Getsinlər həkim olsunlar, getsinlər başqa peşə sahibi olsunlar. Və çətinliklərin gözlərini qarşısına alsın. Onda o çətinlik də onun üçün asanlaşacaq və uğurlar qazanacaq. İnsanların həmişə peşəkar və ağsaqqal məsləhətinə ehtiyacı olubdur. Onlara nə məsləhət görərdiniz? Bilirsiniz, insan deyilən canlı bu dünyaya imtahan üçün gəlir. Əbədi, ölümsüz o dünyasını qazanmaq üçün.
imtahan deyilən bir şey də həmişə çətin olacaq. Gənclər bəzən düşünürlər ki, bu həyat elə əyləncə üçün. Xeyr, elə deyil. Normal, halal yaşamaq çox çətin bir məsələ. Və bu çətinlikləri bilmək, qəbul eləmək və bu çətin yolda düzlükdən, haqdan, ədalətdən dönməmək vacibdir. İnsan var ki, gəlir yolun yarısını düz, halal, ömrünün yarısını yaşayır, sonra deyir ki, mən niyə belə yaşamalıyım? Haramda asanlıq var. Haramda asanlıq var, asan yolu seçir. O da onun o dünyasını itirməsinə səbəb olur. Ona görə məsləhətim budur ki, doğruluq, düzgünlük, halallıqla yaşasınlar və onun mükafatını da özləri görəcək hər kəs. Çox sağ olun, təşəkkür edirəm. Beləliklə, bugün Gəncə Dövlət Milli Dram Teatrının zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən dəyərli əməkdar artist Ramiz Vəliyevin sənət yolu ilə yaxından tanış olduq. Bu görüş bir daha göstərdi ki, teatr milli mənəvi dəyərlərimizin qorunub yaşadılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Hörmətli tamaşaçılar, bizi izlədiyiniz üçün təşəkkür edir, sizə xoş əhval-ruhiyyə arzulayırıq. Növbəti verilişlərdə görüşmək ümidi ilə.